Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsi deyilən ərazidə 1.6-1.7 sotun içində gözəl tam təmirli bir 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismətləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Demək, nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Ev satış üçün də tikilsə də, ev tam standartlara uyğun inşa olunub, fundamenti, kəmərləri atılıb, ev qurqavoy qoşadaşdan inşa olunub, istədiyiniz bir ustanı gətirib yoxlatdıra bilərsiniz. Gördüyünüz kimi həyətinə rahat maşın daxil ola bilər, üstəlik qaraja da daxil olur, həyəti də belə geniş bir həyəti var, artısa 60-70 kvadrat həyəti var. Giriş darvazasıdır. Demək, bax burada, hörmətli izləyicilər, ev sahibi buradan ricellər verib, görürsünüzmü? Burada stoykalar verib saxlamağa evi tam standartlara uyğundur. Ev nəmişlik olmayan ərazidə yerləşir, hündür yerdə yerləşir. Demək, ATV məhəlləsi deyilən yerdə hündürlük hissəsindədir. Yuxarı yola qayıq, Xırdalan qurğuna Binəqədə gedən yola daha yaxındır, 300-350 metr məsafədədir. Bunu nəzərinizə çatdırım ki, yəni marşrutlardan çox uzaq deyil. Burada aşağıda köməkçi otaqlardır. Yayda zətdə istifadə eləmək üçün də mümkündür. Hündürlük hardasa 250-260 olar. Aşağıda burada aşağı hissələrdə steşka verilib. Ev qurqavoy qoşadaşdır. Yan tərəfləri də açıqdır, yəni havalanmaya uyğundur. Gördüyünüz kimi yuxarı hissəsi də izolyasiya olunub deyə, yəni istin soyuğun almaq mümkündür. Olanları sizin nəzərinizə çatdırıram. Nə varsa hamısı hörmətli izləyicilər olduğu kimi də deyirəm. Qaranlıq nəsə bir qalsa, başdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz ki, həmin qalan suallarda sizə verə bilərik. Sənəd də bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırıb. Burada da bir yenə də otaqdır. Aşağıda demək, hörmətli izləyicilər. Demək, bir otaq orada, 2 otaq orada, 3 otaq, 4 otaq aşağıdadır. Burada yay mətbəx kimi istifadə edib, yayda zətdə oturmaq üçün ən əlverişli bir köməkçi otaqlardır. Keçən indi evin yuxarı hissəsindən, tam təmir hissəsindən tanış olağın. Həyəti də belə, gördünüz, hasarlar da belə, gözəl belə, gördüyünüz kimi düzəldilib. Həyətinə draplar qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Hamısı ev sahibi tərəfindən təhvil veriləcək, yəni vardır da hamısı. Qalxırıq evin içinə. Girən kimi buradan dəhliz hissəsidir, hörmətli izləyicilər. Gördüyünüz kimi də ev çox sadə, səliqəli, gözəl ağ boylardan istifadə olunmuş bir evdir. Dəhlizin eni hardasa 1.40-1.50 olar, 1.30-1.40, 1.50-yə yaxındır. Nəzərinizə çatdırın. Sağ tərəfdə burada mətbəxdir. 12-14 kvadrat təxmini ölçü deyirəm. Açıq aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Yəni paltar yuan üçün asobu ora bir beton tökdürüb, gördüyünüz kimi, həm də metlağını vurub ki, sirkələnməyin qabağını almaqdan ötürü. Burada sağda bir 10-11 kvadrat olar təxmini uşaq otağıdır. Gördüyünüz kimi də məsafədə obri, yəni bax görürsünüz oradan 1 metrdən çoxdur. 1.50 zat başqa evdən məsafədən, yəni məsafəsi var. Evin kəmərləri yuxarıdan vırılıb, altdan fundamenti vırılıb, yəni istədiyiniz bir ustanı gətirib yoxlatdıra bilərsiniz. Burada geniş bir zaldır. Zalın eni hardasa 4 metrdir, 7 metrdə uzunluğu olar. 30 kvadrata yaxın, 28 kvadrat. Gördüyünüz kimi, hörmətli izləyicilər, ətraflı məlumatını verirəm. Mətbəx də, yəni 14 kvadrata yaxındır, onu da nəzərinizə çatdırır. Sonda 2 dənə geniş otaqlardır. 15-16 kvadratlıq otaqlardır. Baxın, burada bir geniş otaqdır. Aboylar da yenə açıq aboylardan istifadə olunur. Məktəbə yaxın ərazidə yerləşir, yəni məktəbə 5-6 dəqiqəlik piyada yoludur. Burada yenə bir yataq otağıdır, 14-15 kvadratlıq bir yataq otağıdır. Sonda da dəhlizin sonunda sol tərəfdə sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi təmirli, açıq kafel metrlardan istifadə olunur, qranit mənəvilərdən istifadə olunmuş kimi. Yuxarılar da asma tavandan yığılıb, yəni padisyon deyirlər, buna asma tavandır. Demək, aksesuarlarda, hörmətli izləyicilər, evin qiymətini danışıqdan asılıdır, bunu da nəzərinizə çatdırın. Ev sahibi verə də bilər üstündə, yəni qiymətlərdən, yəni alan adam özü də qoydura bilər, orada qiymət danışıqdan asılıdır. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatlarını çatdırdım, yenə qeyd edirəm.
ev Biləcərdə ATV-lər məhəlləsi deyilən hündür yerdə yerləşir. Yuxarı Qayı-Xırdalan Binəqədi yoluna yaxın əraziyə düşür. Yəni 300-350 metr məsafədə yerləşir. Evin sənədləri bələdiyyə sənədidir. Bunu nəzərinizə çatdırın. Demək, qaz, su, işıq ev sahibi tərəfindən təhvil veriləcək. Evin qiyməti də 125 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə ev sahibi deyəcək, hörmətli izləyicilər. Kimlərsə də evləri satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin, Allah alana da xeyir versin, Allah satana da. Amin.